Akşamınız xeyir olsun. Taksi Baku kanalımızın izleyicileri. Her birinizi hoş gördük. Bu günləri biraz işləmişəm. İndi gecə saat 00:07-dir. Qısaca gecə onlayn oluram. Baxım nə qədər işləyə bilirəm. Səhərə yaxın xətti bağlayacağam və neçə gediş elədiyimi sizlərə çəkib göstərəcəm. Bizi yeni izleyenler kanalımıza abone olun, videolarımızı like edin, şərh bölməsində öz fikirlərinizi, tövsiyələrinizi qeyd edin. Siz nə qədər videolarımı bəyənsəz, like eləsəz, kanalıma abone olsanız bir o qədər mənə motivasiya olur dostlar, dəstək olun. Vallahi abone olmaq, videoları bəyənmək tam pulsuzdur, heç bir ödəniş, heç nə lazım olmur. Her şey tam pulsuz. Sadece videonu izleyende kanalımıza abone olun, like koyun ve şərh bölməsində fikirlərinizi qeyd edin. İnşallah dostlar, səhərə yaxın neçə gediş getdiyimi sizlərə çəkib paylaşacağım. Mübarək olun özünüzdən, Allah'a emanet olun. Baxın, 0 değerli. 0 sipariş. Sabahınız xeyir dostlar. Taksi Baku kanalımızın izleyicileri. Saat 00:07'de online olmuştum, düzdür. Saat 05:03'tü. Bakın dostlar, 05:03. 11 sifariş getmişəm, 30 manat 58 qəpik. Əlbəttə bu azdır və mən hələlik 1 saat fasilə verirəm, çünki 1 saat deyəndə saat yarım. 7'nin yarısı tekrar 7'ye qalmış uzağı. Online olacağım və təzədən rək verəcəm. Gecə 12'ye qədər işləyəcəm. 1 sutka ərzində neçə sifariş getdiyimi sizə çəkib paylaşacağım. Və dostlar, yeni bizi izləyənlər kanalımıza abunə olun, videomuzu like edin. Şərh bölməsində fikirlərinizi, tövsiyələrinizi qeyd edin. Vallahi abone olmaq tam pulsuzdur. Siz nə qədər videolarımı bəyənsəz, şərh yazsaz, bir o qədər mənə motivasiya olur. Allah amanında inşallah daha şey çəkib paylaşacağım sizdən. Hələlik xətti bağlayıram. Sabahınız xeyir dostlar, necəsiz? Dostlar, demiştim ki saat yarım dincəlib təzədən online olacağım. Mən 2 saat 10 dəqiqə ona dincəlmişəm. Yuxu aparıb məni, saat 08:22'dir. Tekrar üçün yanınızda online oluram. Təvəkkül Allah, görək nə olur. Gecə saat 23:59'a yaxın yenidən çəkiliş eləyəcəm və neçə gediş getdiyimi sizlər üçün çəkəcəm dostlar. Kanalımıza abone olun, videolarımızı like edin, şərh bölməsində öz fikirlərinizi qeyd edin dostlar. Dəstək olun. Mübarək olun özünüzdən. Bir daha xoş gördük sizlər. Taksi Baku kanalımızın izləyiciləri. Saat 12:07'dir. AVD gedirəm. Xətti 1 saatlıq bağladım. Və neçə gediş getmişəm. Hal-hazır ki son 21 sifarişdir. 59 manat 39 qəpik. 21 sifarişdən. Gecə 00:07'dən online oldum. Səhərə yaxın 2 saat dincəldim. Sonra indi 1 saatlıq xətti bağlayıram. Offline oluram. Qısaca dostlar, gecə 23:59'a qədər neçə sifariş getdiyimi sizə çəkib paylaşacağım dostlar. İzləmədə qalın, kanalımıza abunə olun, videolarımızı like edin, şərh bölməsində fikirlərinizi qeyd eləyə bilərsiniz. Dostlar, dəstək olun, Allah'a emanet olun. Dostlar, hər birinizi xoş gördük tekrar. Getdim, avedimi elədim, saat 13:23'dür. 13:23'dür. 21 sifariştəyim, 59 manat 39 qəpik. Tekrar sizin yanınızda online oluram. Gecə 23:59'a qədər online olacağım inşallah.
və axırda ofşi sifariş, neçə sifariş getdiyimi və nə qədər summa işlədiyimi çəkib paylaşacağım sizlə. Bəli, bir sifarişi qəbul edək. Bəli dostlar, mülayət olun özünüzdən. Hələlik. Axşamınız xeyir olsun dostlar. Sizə demişdim ki 23:59-da tekrar çəkib paylaşacağım neçə sifariş getdiyimi və nə qədər summa işlədiyimi. Və bugün istəmədən bir qəza baş verdi. Maşınımı da vurdular. 3 saata yaxın orada yuvandım. O da sabahlarda 2 saat orada yuvanaram. Şəhər qayasına getməliyəm. Qısaca dostlar, xətti bağlayıram sizin yanınıza. Xəttdən çıx saat 23:35-dir. Və dostlar, 36 sifariş getmişəm. Görürsünüz də yəqin bir saniyə. 36 sifariş 105 manat. İndi özünüz qərar verin dostlar. Əlbəttə summa çox aşağıdır. Nəyə görə? Çünki Yango belə verir də qardaş. Koefisiyenti belə verir dostlar. Və bunu hesablayaq. Bizə qalan nə qalır burada? Bizə nə qədər xeyir qalır bu summadan? Dostlar, gedək kalkulyatora. Getdik. Tak. Nə qədər summa idi? 105 manat 29 qəpik. 105 manat. 105 manatı bölürük 2 yerə dostlar. 52 manat 50 qəpik. Görürsünüz? Bir qardaş şərh bölməsində yazmışdı, ətraflı çək paylaş. Qardaş 52 manat 50 qəpik şirkətə çatır, 52 manat 50 qəpik mənə çatır. Bugünkü sifariş. Gecə saat 00:07-dən onlaynam. İndiyə kimi arada 1 saat fasilə olanda bir də səhərə yaxın 2 saat neçə dəqiqə yatıb qalmışdım. Hamısını sizlərlə çəkib paylaşmışam və 52 manat 50 qəpikdən qardaş çıxılsın 20 manat, çıxılsın 10 manat. Benzindir. Sözü hələ 200 kilometrə yaxın qalıb 10 manatı heç çıxmıram. Onun yerinə 5 manat çıxıram. Qaldı 27 manat 50 qəpik. 27 manat 50 qəpik gördünüz dostlar. Əlbəttə bu 27 manat 50 qəpin içində dönər yemişəm. 2 dəfə günorta, axşam. İtak 2 dənə günorta dönər yedim, 1 dənə axşam yedim. 2.60 belə hesablayaq da qardaş. Baxın dostlar, belə hesablayaq. Çıxaq 2.60 çıxaq, 2.60 çıxaq 1 manat kolayla. Plus axşamda bir dönər yedim, çıxılsın yenə 2.60, çıxılsın 0.60 da ayran. Mənə qalan 18 manat 10 qəpik dostlar. Ha, bu arada 2 dəfədə 70 qəpikli adi su almışdım. 18 manat 10 qəpik çıxılsın 1.40. 16.70 qardaş. Mənə qalan summa budur. Bəli dostlar, qardaş şərh bölməsində yazmışdı ki, ətraflı çək paylaş. Mən də ətraflı çəkib paylaşdım sizlər üçün. Siz də motivasiya olmağımdan ötürü kanalıma abunə olun dostlar. Videolarımı like edin. Şərh bölməsində fikirlərinizi qeyd edin dostlar. Tövsiyələrinizi qeyd edin. Mənə də maraqlıdır vallahi sizin fikirləriniz. Qısaca dostlar, Allah Taala əziyyət çəkən hər bir müsəlmanın rızasını yetirsin inşallah. Bizlər də onun içində. Allah Taala bizə bugün bu qədər pay göndərmişdi. Qismətimizdə bu varmış. Allah'a əmanət olun dostlar. Yəni dediyim kimi bizi yeni izləyənlər kanalımıza abunə olun. Videolarımızı like edin. Şərh bölməsində öz fikirlərinizi qeyd edin. Dostlar, bir də maşını hardan vurublar onu sizə göstərim qısa olaraq. Bir saniyə dostlar. Maşın bu tərəfdən yox. Görürsünüz dostlar. Bu sonra burada batıq var xeylən. Düz belə. Görürsünüz dostlar. Baxın bu. Qısaca maşını da əzdilər.
Ona görə də 2 saat yarım yuvandım. Obşim, onu belə deyək də, əgər o 2 saat yarım yuvanmasaydım, ən azından heç də olmasa bir 3 sifariş daha gələrəcəkdim də. Qısaca dostlar, min bərəkət, buna da şükür. Allah'a emanet olun, Allah Teala hər birinizin rızısını yetirsin inşallah.